illərdə tanışıq, əlaqəmiz var, həmişə söhbət edirdik. Sözsüz ki, sizi mən savaşçı qadın kimi hallandırmışam, həmişə belə də qəbul etmişəm, savaşçı bacım. Birinci izləyicilərimizə demək istərdim ki, biz Sumqayıtda oturmuşuq. Sumqayıt Dövlət Teatrının yaxınlığında, bir tərəfimizdə dənizdir, amma bu təbiətin gözəl bir aranında birinci Qarabağ savaşına qayıdacağıq. Birinci, ilk öncə özünüzü təqdim edərsiniz. Buyurun. İlk öncə, xoş gəlmişsiniz bizim Sumqayıtımıza. Sizi buralarda, vətən torpağında görmək həqiqətən də çox mənim üçün çox şərəflidir, çox qürur verdicidir ki, sizi yenidən gördüm, yenidən qarşılaşdıq, şükür ola. Mən arzu eləyərdim sizi öz doğma Qarabağımda, Cəbrayılımda, öz evimizdə ağırlayan, qonaq edəyəm sizi. Onu da görəcəyik. İnşallah. Bir şey qalmayıb, artıq bizim qaçqınlar köçür, qaçqın sözü dilimizdən silinir. O gün olsun, o dırnaqarası Yeraz sözü ki var idi, İrəvandan qaçmış Azərbaycanlılar, türklər, o kəlmə də dilimizdən geçsin. İnşallah. Dövlətimizin, xalqımızın iradəsi ilə biz buna da çatacağıq. İnşallah. Mən Həmidova Səkinə Məhəmməd qızı, Cəbrayıl rayonunda anadan olmuşam. 92-ci il və 95-ci illər arasında Qarabağda gedən qanlı müharibə vaxtı birbaşa ön cəbhədə tibb bacısı olmuşam. Tibb bacısı ocağı işləmişəm. Sonra qardaşım Həmidov Şəmsi də döyüş yoldaşım olub, eyni hərbi hissədə xidmət eləmişik. O da Qarabağ döyüşlərində şücaətlə döyüşüb və şəhid olub. İtkin şəhiddir hal-hazırda, məzarı hələ də tapılmayıbdır. Onunla bərabər olan 6 nəfər də bir yerdə toplu məzar olaraq ermənilər onları bastırıblar. Hələ də onların qalıqlarını tapa bilməmişik, çata bilməmişik. İnşallah onlar da yaxın günlərdə onların da qalıqlarını götürüb dəfn edək. Məncə düşünürəm, Yuri Pompey'in əsərində bu haqda gedib. Həmin Cəbrayıl... Onlar haqqında məlumat verir. Yuri Romanov, o vaxt 90-cı illərdə o hərbi reporter olur, BBC-nin reporteri olur və Rusiyadan Azərbaycana göndərilir məlumatlar üçün. Gəlib 92-ci ildə Ağdamda Azərbaycan tərəfindən, Xalq Cəbhəsi ilə gedib orada döyüşlərdə birbaşa çəkmək istədi. Ağdamda o əsir düşür ermənilər. Həmin reporter əsir düşür. Ermənilər bunun Rus olduğunu, reporter olduğunu görəndən sonra bunu öldürmürlər. Onun Romanovun o kitabında, Yasin Mayuvayno adlı kitabında bu haqda danışır öz. O kitaba əsaslanaraq danışıram mən bunu. Sonra orada Gevorkyan adlı bir erməni olur. O polkovnik olur. Ona deyir ki, biz gedib hansı yerləri işğal eləyəcəksə, sən onu çək və biz sonra ona baxaq, fərəhlənək. Bizim qələbələrimizə baxaq, fərəhlənək. O çəkilişi çəkə-çəkə gedir, axırda bizim kəndin işğalını da çəkir. Mənim qardaşım gəlin oradan döyüşdüyünü, necə qəhrəmancasına şəhid olduğunu onu çəkə bilmir. O kitabında sonra yazır ki, mən elə bir şeylər, hadisələr vardı ki, onu həmin vaxt orada çəkməyə, həmin polkovnik dedi, məni əlin tabanca işarəsindən qoydu ki, səni vuraraq onu çəksən, olmaz. Amma həmin o qardaşım gibi necə şəhid olur, necə harda toplu məzara qoyur, onların hamısını nişanəsi ilə deyir. Neçə metr yoldan buradır, neçə hardadır. O həmin nişanələrlə gedib onların toplu məzarını tapdı. O həmin videonu da tapdım, videodan sonra kitabı da tapdıq və həmin kitabın 116-cı səhifəsində Yasin Mayuvayno, mən müharibəni çəkirəm kitabının 116-cı səhifəsində mənim qardaşım gəldən və bizim kənddən bəhs edir. Svetlana Alekseyevna Nobel mükafatı almış yazıcıdır. Belarus yazısı, əslən Ukraynadandır. Onun 2-ci Dünya Savaşı əsasən də SSR və Almaniya olan savaşda qadınların şücaətindən yazır. Yəni o qadınlar ki, birbaşa ön cəbhədə olub,
onların xatirələri, keçdiyi əzablar, hisslər, duyğular, fiziki, mənəvi, psixoloji hamısını qələmə almış. Müharibənin qadın siması yoxdur. Gerçəkdən də müharibədə qadınların iştirakı kişilərinkindən daha çox əzabdır. Çünki əsir düşsələr bunları daha çox təhqir edirlər, hər tərəfli. Mən bilmək istərdim, bir qadın kimi sizin üçün savaş nədir? Savaşla mən müharibə ilə tanışdığım 88-ci ildə idi. 88-ci ildə mən hardasa münaqişənin başlandığı dövr. 8-9-cu sinifdə oxuyardım. O zaman Ağdamda 2 dənə mülki şəxsi ermənilər şəhid etmişdilər. Sonra da başladılar Ermənistandan Azərbaycanlıların Bəxtiyarla, birinin adı Bəxtiyar idi. İkisinin 2 nəfəri şəhid etmiş. Sonra da Ermənistandan kütləvi olaraq deportasiyalar başladı. Azərbaycanlıların deportasiyası. Oradan gələnlər, köçlərindən bizim kəndə gələnlər də vardı. Gəlib onda anamızın yanında bunlar kimdir, bura niyə gəlib, orada dedilər ki, bala müharibədir, müharibədən qaçıblar. Müharibə sözünü onu da eşitmişdim ki, müharibə var. Sonra qismən oldu, gəldik 90-cı il, 20 yanvar. 20 yanvarı yaşayandan sonra artıq Qarabağdan kəndlər kəndlər də qətlə yetirilirdi. Boşaldılırdı, yox. Həmin kənd qətlə yetirilirdi. Bizim kənddən baxanda Qubadlının Eyvazlı kəndi vardı, dağın döşündə. Hardasa 91-ci, 90-cı illər idi. İlk müharibənin o gözlə görünən surətini orada gördüm. Həmin kəndi yandırırdı ermənilər. Bizim kəndin yanında təpə var, bir dənə İmamqulu təpəsi deyirdilər. Ora çıxıb, bütün cəmaət çıxıb oradan baxırdıq ki, oranı yandırırlar. Görən oranın əhalisi nə oldu? Görən o cəmaatı da yandırdılarmı? Bizim yadımdadır ki, orada qadınlar belə üzlərini cırırdılar, saçlarını yolurdular, sinələrinə döyüb ağı deyirdilər ki, görən oradakilar nə oldu? Sonra məlum Xocalı hadisələri oldu. Xocalı hadisələri tək mənim yox, Azərbaycanda çox əksər qadınların müharibəyə görə ayaqüstə durub Qarabağa getməyə, döyüşlərə qoşulmağına bilavasitə vasitəçi oldu. Əsas ən böyük qərarlar onda verildi ki, o həmin Xocalı hadisəsi olanda mən Sumqayıtda tibb məktəbində oxuyurdum. Bir neçə qız idik həmin tibb məktəbində. Yığıldıq ki, elə qərara gəldik ki, artıq getmə zamanıdır. Torpaq bizim torpağımız, vətən bizim vətənimiz, getmə zamanı. Sözünüzə qüvvət, 91-ci ilin deməli dekabrında mən 2-ci kursda oxuyurdum. Universitetdən 60 nəfər tələbə, yox, daha çox tələbə biz ərizə verdik, Qarabağa gedək. Bir hissəsi bizim tələbələrin 89-cu ildə Xocalıda, sonra yeni sahələr ki tikilirdi. O Fərqanə vadisindən gələn şeylər kimi soydaşlarımız üçün filan, o qaçqınlar, deportasiya olunan onlar üçün. Bəli, o Xocalıda da bilirsiniz də, onlar düşdülər. Bəli, bir hissəsi tikintiyə getdi, bir hissəsi o müəllimlər ki, savaşa getmişdi Qarabağda, onların yerində müəllimlik edirdilər. Mən və arkadaşlarım filanlar, dostlarım daha çox orada idi. Deməli, 60 nəfər tələbəni apardılar, 2 avtobus. Məni aparmadılar, dedilər, siz 2-ci növbəyə qalırsınız. Yadıma gəlir ki, o zaman ağır bir durum idi. Biz də tələbə kimi yardım edirdik. Yəni, biz əlimizdən gəlir, həm fiziki, həm də ki... Kimin əlindən nə gəlirdi o zaman? Bəli, o zaman, hə. Mən, məsələn, o Xocalı hadisələr olanda buradan məktəb bitirən kimi getdim. Əvvəlcə məni götürmürdülər. Dedilər ki, hələ mən orta məktəbi tez bitirmişdim. Dedilər ki, sən hələ yaşın tamam deyil ki, səni burada götürəcəksən. Sonra mən o vaxt raykomun qabılına getdim. Raykom idi onda. Ki, mən getmək istəyirəm. Çünki mən həm əmim oğlu, həm bibim oğlu, həm də bacımın 2 dənə sinif yoldaşı, onlar da qohumlarımız idi. Qanaxmadan şəhid olmuşdular. Adicə bir yeri, ilk tibbi yardım göstərilmədən şəhid olmuşlar. O qədər mübarizə apardım ki, mən o vaxtda bilirsiniz də, qadınların, qız uşaqlarından daha doğrusu orduya getməklə hamı, qız uşağı bu nətər olar, necə olar. Amma mən elə gəlir ki, müharibə məfhumu, qadının kişi ayrısı yoxdur. Müharibənin nətəri
ölümü, qətl etməyi, ondan sonra o vəhşiliyi cinsiyyət tanımladığı kimi mənə elə gəlir ki, qadınlar da və o vaxtlar qızlar da, qadınlar da biz unutmuşduq qız uşağı yoxsa oğlan uşağı. Müharibə var, biz getməliyik vəssalam. Sonra getdim birbaşa hərbi komissarlıqda öz diplomu qoydum, pasportumu qoydum ki, mən müharibəyə getmək istəyirəm. Bir neçə gündən sonra evimizə Padeska gəldi. Mən çağırıcı kimi çağırıldım, gəldim hərbi hissəyə, başladım. Cəbrayılın özündə hərbi hissə vardı, 896 nömrəli hərbi hissə. Orada tibbi bölüyündə tibbçi kimi fəaliyyətə başladım. Cəbrayılın ağır günləri, Cəbrayılın yox, Qarabağın, Azərbaycanın ağır günləri idi. Məsələn, Laçından qaçqın gələnlər gəlmişdi bizə, Ermənistandan qaçqın gələnlər gəlmişdi bizim kəndə. Onların gözündəki yaş deyildi. Ah, nalə idi, ondan sonra qəm, qüssə idi, kədər idi. Onların gözlərinə diqqətlə baxımla görərdi. O gözlərinin içində bir dənə dünya vardı, yanıb tökülən bir dünya vardı. Neçə illərin, neçə yüz illərin, min illərin yurdundan çıxıb gələnlər idi onlar. O qədər ağır faciə idi ki onlar. Sonra elə özümdə belə şeylər görəndən sonra bir daha deyirdim ki, çox doğru düzgün addım atmışam. Bəzən mənə deyirdilər ki, yenidən o vaxta qayıtsam, o hərəkət eləyərsən, deyirdim, ən doğru bilib addım atdığım odur. Həyatımda ki, mən müharibəyə getdim. Ən doğru seçim idi, ən doğru addım idi mənim üçün. Orada olanda Cəbrayılın özündə orada təzə formalaşırdı. Sovet ordusundan çıxmaq dövrü, burada ordugar atmaq, könüllülər toplamaq, əskər toplamaq. Çünki 18 yaşında gələn əskərlərin hansı bilərdi ki, döyüş nədir? O könüllülər, ən çox bizə gələnlər könüllülərdir. Könüllülərdən ibarət böyük bir alay yaradıldı. Alayın tərkibində 5 dənə batalyon vardı, böyük batalyonlar. Hamısı şücaətli, cəsur əskərləridir. Bilirsiniz, Elca xanım, bizim 35 illik müstəqillik dövrümüz var. Bu 35 ildə o qədər dövlət olaraq ağır yol keçdik ki, 35 ildə həm müstəqilliyimizi qazandıq, həm işğal olunduq, həm işğaldan azad olunduq. Bu qısa bir dövrdə, bəlkə də bunu uzatsan 100 illərə gedər. Çox qısa bir dövrdə çox böyük iş eləmiş, böyük bir dünya çapında, böyük bir zəfərə imza atmış dövlət. Mən sizinlə tam razıyam. Birinci Qarabağ savaşında bir avtomatla 4 döyüşçü döyüşürdü. Amma ikinci Qarabağ savaşda dünyanın gözü böylədi. Hətta İsveçin hərbi akademiyasında İkinci Qarabağ savaşının taktikasına, döyüş taktikasından doktorluq işi müdafiə olundu. Bu balaca söhbət deyil. Hətta Əfqanistanda uşaqlar Şuşa savaşı oynayırlar. Balaca uşaqlar. Yadınıza gəlirmi? Sovet dövründə 70-ci illərin sonunda biz oğlanlı, qızlı hamımız oynayırdıq. Faşist, Sovet əskəri. Heç kim istəmirdi faşist olsun. Hamı istəyirdi Sovet əskəri. Sovet əskəri bizim üçün elə böyütmüşdülər ki, qəhrəman bir əskər idi. Hər şeyə qadir. Heç bir düşmən onun qarşısında dura bilməz və Almanlara qələbə çalırdı. Amma məlum oldu ki, o zaman qələbə çalan əskərlər heç də insanlıq yolunda çalmırdılar. İnsanlıq yolunda getmirdilər. Çünki Xocalını işğal edən elə birbaşa Rus əskəri idi. Erməninin arxasında duran, hər cür silah verən, qüvvə sərf edən. Yəni, bütün bunları gördük. Siz necədir? O yalançı qardaşlıq, dostluq mifi qırıldı bizim üçün, həm də Qarabağ savaşında. Bu var idi. Daha doğrusu iç yüzləri açıldı. Bəli, iç yüzləri açıldı. Mən elə gəlir ki, birinci və ikinci Qarabağ savaşını təhlil edən gözəl bir tarixi, psixoloji, hərbi roman yazılmalıdır. Tutaq ki, hərb və sülh kimi, necə Tolstoy, Fransa-Rusiya vətən müharibəsidir. Onlar üçün onu yazıb, birinci vətən müharibəsidir. Tutaq ki, yəni savaşdan Əcəl Zəngi, partizan hərəkatından ən gözəl bir əsərdir. Tutaq ki, Hemingway yazıb İspan həyatından, İspaniyada gedən və yaxud deyək ki, Maria Enrique
Maria Remarque'ın Qərb cəbhəsində qələbə yoxdur, yenilik yoxdur romanı ön cəbhəyə dair ən gözəl roman hesab edirsə, almanlar, fransızlarla bağlı. Bizim də türk və erməni savaşı belə götürməliyik, böyük bir başlıqlar, böyük bir əzmdə. Bu təkcə hərbi baxımdan yox, insanlıq baxımından da. Biz təkcə hərbi baxımdan qələbə çalmadıq, insanlıq baxımından da çaldıq. Məsələn, Avropa mətbuatının yazdığı kimi Ali Baş Komandan, Xalq və Ordu Birliyi üçlük dünyanın heç yanında görünməmişdir ki, qələbəni belə nəticələndirdilər. Bizim, bəli, bir nəfər də olsun fərari olmadı. Hamı silaha sarıldı. Bəli, çox gözəl bir hal yarandı. Bəli, bu qələbə idi. Bu xalqın qələbəsi idi. Əslində bizi bu birliyə həm Mübariz İbrahimovun şəhadətində də hazırlaydıq. Bəli. Əslində bunu bizi 2016-cı ildə aprel döyüşlərində də hazırlaydıq. Amma indi 44 günlük müharibədə inanırsınız, Bakının çıxacağından düz döyüş gedən yerəcən maşınların əlindən tərpə mümkün deyildi. Bütün o mən ehtiyatlı olan tibb bacısıydım. Mən də çağırıldım. İkinci Qarabağ Savaşına. Sadəcə sağlamlıq yetərsizliyimdən geri qaytarıldım. Sonra da öz yardımlarımızla, əlimizdən nə gəlirdi oradaydı. Bəli. Bütün xalq oradaydı. Bütün xalq ayaqsa. Elə biz o gücümüzlə, o xalq əlimizdə heç nə olmadan, o müasir silahlar da olmadan gersəydi ermənilərin üstünə, ermənilər Yerevandan da çıxıb getmişdi. Bəli. Bizdə ən çox qələbə çalan mələrə gəldi ki, silahlarımızla bərabər xalqımızın birliyi oldu. Bəli, çox gözəl bir məqam idi. Bu birlik davam eləməlidir. Geçmişdir artıq, xalq yetişmişdir. Davam eləməlidir. Çünki bizim hələ qayıdış hərəkatımız var. İşğalda olan çox torpaqlarımız var. Yəni Qarabağla bitmir. Müstəqilliyimiz təkcə bugünkü Azərbaycanın, Quzey Azərbaycanın sərhədləri ilə bitmir. Qabaqda bizim Güney Azərbaycan var. Biz bunu gizlətməməliyik. Bütöv Azərbaycan bizim röyamız, xülyamız, xəyalımız deyil. Gerçəkləşəcək bir yəni arzudur. Çünki vətənimiz ikiyə bölünüb və mənimsənilib. Biz buna çatmalıyıq. Siz döyüşün odundan, alovundan keçmişsiniz. Biz bilmək istərdim ki, ilk dəfə döyüşə girəndə, yəni ön cəbhədə olanda hansı hissi yaşamısınız? Bax, bunu bilmək istəyərdim. Çünki çox maraqlıdır. Mən döyüşçülərlə çox söhbət eləmişəm. Deyirlər ki, döyüşə girənə qədər insanda həyəcan olur. Döyüşə girəndən sonra sən hiss eləmirsən ki, savaşın ortasındasan. Gerçəkdən belədir? Evet. Mən elə bir, bilmirəm, məndə nə idi, məndə ümumiyyətlə əvvəldən qorxu hissi yox idi, həyəcanlanırdım. Biz ilk dəfə açıq döyüşə girmişəm, Cəbrayılın demək ki, 93-cü ilin aprel ayıdır. Elə vaxtlarına çəkər, bu vaxtlarıdır. Sirik kəndi var bizim orada, da Qızılqaya əməliyyatı vardı. Orada Göygədik deyilən yeri hücum eləyib, oradan ermənilərdən azad eləməliydik. Bizim bütün alay getdi ora, alay apardılar. Sonra tibb bölüyünün hamısı oradaydı. Gedib orada səngərlərdə durub seyr edirdik ki, hardan da, əvvəldən hardan gətirəcəyik, nətər olar, necə olar, yerləri müəyyən edirdik ki, hücum vaxtı çaş-baş qalmayaq da, demək olar ki, əvvəlcədən bütün yerlər hazırlanırdı. O həmin kəndə gedəndə kənddə elə bir dağlıq yerdə yerləşir ki, belə perivallarla gedir, dolaylarla gedirlər. İlahi, hər yer gül, çiçək, nə bilim, meşəliyin içindən keçilib, o qədər gözəl bir yer idi, gözəl bir kənd idi ora ki. Elə bilirdim ki, bizim təcili tibb maşını ilə gedirdik, yardım maşını ilə gedirdik. Fikirləşirdim ki, mən də onda 19 yaşımın içindəydim, təzə girmişdim. Fikirləşirdim ki, elə yanımdakı Elnara xanım vardı, ona da deyirdim ki, tibb bacısı. Nə deyirəm, bu maşının üstündə bəzəkli ola, biz də gəlin paltarında oturaq, burada gedək, nə qəşəng olardı. Arzuya baxayım. O da mənə dedi ki, ayaqqabının altına da mənim adım yazarsa, mən də dedim, yaxşı yazar. Belə-belə zarafat bir-birimizə deyə gülə gedirdik. Demək, həmin gün getdik, orada yerləşdik.
Səhərə yaxın hücum başladı. Hücum nə hücum? Başımızı qaldıra bilmirdik. Güllə vuran, sonra yaralı, orada qışqırır, burada qışqırır. Onların yarasını sağaltmaq, sarmaq, tez dadlarına çatmaq. Orada müharibə həmin vaxt döyüş başlayanda qorxu yoxa çıxır. Qorxu da, həyəcan da, hiss ancaq necə sağ qalmalıyam, necə sağ yaşatmalıyam fikirləşirsən. Hətta sağ qalmağı da fikirləşir. Necə yaşatmalıyam, necə yardım etməliyəm, necə olmalıdır ki, heç kim ölməli. Biri ondan yadına qalır ki, bu yaralını sağlardım. İlk özümüzə olan yaralıydı da. Tibb bölüyündə olanda məntəqəyə gətirdilər, yaralı gətirdilər. İlk yardım götürüb gəlir. Amma güllə boranın altında ilk yaralı yardım etmək başqa şeymiş. Bir yarasını sarırsan, orasına qan fışqırır, üzünə, gözünə, saçının arasına, ağzına, burnuna, bütün baxırsan ki, qan dadır hər yer. Üstün başını, gözümüzü belə silirdik, gözümüzün içinə də qan düşürdü ki, ilahi, mən buna necə başaracağıq, buna necə təlaş gəldi bizə, düzdür. Amma ki, orada çox da yaralımız olmadı, biraz yaralımız oldu, düzdür. 3 sənə də şəhid verdik. 3-4 gün orada davam elədi, sonra geri qayıtdıq. İlk dəfə orada müharibə ilə açıq savaşda orada olduq. Sonra gəldik, amma necə gəldik? O qədər psixoloji travmalarla gəlmişdim ki, oradan. O gedəndə o qürələr baxdığım o yan, yörə, bu ağacdır, bu çiçəkli, bu güllük yanıb, kül olub, ağaclar qırılıb, neçə dənə yerə o qıratla vurub. O yaran sağalırmı? Yox. Səncə necə sağala bilər? Bilirsiniz, hər dərdin bir əlacı var da. O vaxt sağalar ki, mənim yaralarım, 31 ildir ki, mənim gözlərimin çəkdiyi o fotolar mənim başımda, mənim yaddaşımda daş üzərinə həkk olunan yazılar kimidir. Savaşın heç bir karesi mənim benimdə silinmədi. Sonradan yaşadıqlarım, bu oldu, onlar yaddaşımdan silindi getdi, amma onların heç bir karesi silinmir. O zaman o yaralar sağalar ki, mən gedim həmin kəndə abad görüm ki, orada uşaqlar məktəbə gedir, qızlar gəlinlər bulaqdan gedir, su götürür, hər evdən, ocaqdan tüstü çıxır, orada şənlik var, orada mağar qurulub, toy eləyirlər, orada el adəti ilə olur hər şeylər, o meşələrdən, o yollardan, o asfaltlardan yenə də maşınlar gedib gəlir, insanlar ora gedir. O tam olaraq o vəziyyəti görməyəncə bəlkə də o şeylərin heç kimin anılmasını niyyəti, təkcə mənim yox. Sizin yaratdığınız ictimai təşkilat var. Tamam. Təşkilatın mövqeyi nədir? Nəyə görə yaratdınız? Nəyi həll etmək istəyirsiniz? Bəli, mənim yaratdığım təsisçi və sədr olduğum bir təşkilat var. Bunu müharibə veteranı xanım var, Əntiqə xanım, onunla birlikdə fikirləşdik. Bir-birimizə dəstək olaraq yaratmaq istədik. Yaratdıq da, inşallah ki, fəaliyyətimizə də başlayacağıq. 95-ci ildə yarım qalan qoyduğum işləri tamamlamaq üçün onu, həmin təşkilatı yaratdım. Təşkilatım Ata Yurdum Böyük Qayıdışa Sosial Dəstək İctimai Birliyi idi. Və işğaldan azad olmuş ərazilərin bərpası, o qəbirstanlıqlardır, ağacların əkilməsidir, sonra tarixədir, abidələrin bərpasıdır, ora köçürülən əhaliyə psixoloji yardımdır, dəstəkdir, orada olanlara təbliğat, təşviqat kampaniyaları keçirməkdir. Oralar, inanırsınız Elçə xanım, bir daşın üstə yoxdur. Mən Şuşaya getmişəm, gedəndə deməli Füzulinin içindən keçmişik. Daş üstündə deyildi, bu bir. İkincisi, 30 ildə elə vəhşi ağaclar bitmişdi orada, o binaların içində, təsəvvür edirsiniz. Bütün o üzüm şeyləri, bağları var idi. Dövlətin üzüm bağları da, o bilirsiniz, kilometrlərlə gedirdi. Hamısı bərbad. Hamısı uçub, dağılıb, ağaclar, o qrantlar düşüb, yanıb, dəhşət. Müharibənin o tablosunu təsvir eləmək
adi dilin, sözün çatdığı bir şey deyil. Bilmirəm, rənglər onu təsvir edə bilərmi, rəssam təsvir edə bilərmi tam? Yəni o təkcə fiziki, gerçək bir görünüş deyil çəkəsən. Onun o psixoloji tərəfləri var. Onu çəkmək çox zordur. Məsələn, mən bu müharibədən yazdığım Savaşda qalib yoxdur. 1-ci Qarabağ savaşından romandır. 2-ci Qarabağ savaşından nənəmin dronu povest yazmışam. Heç birini oturub düzənləyə bilmirəm, redaktə eləyə bilmirəm. Bir neçə dəfə əlimə almışam. Çox zordur. Yəni burada savaş o deyil, gəldilər, sökdülər, dağıtdılar, yandırdılar. Burada insan var. Yəni 21-ci əsr sivil bəşərdən danışırıq. Amma insan insanı öldürməklə qələbə çalır. Müharibə budur. Müharibə o qədər belə dəhşətli bir sözdür ki, mən elə gəlir ki, tək dünyanın yox, bütün sivilizasiyanın ən böyük ağır sözüdür. Mən ilk dəfə gedib 21-ci ildə özüm biraz toparladım ki, gedib öz yerlərimizə baxacam, kəndimizə gedib. Buradan getdik düz Xoradizəcən, belə istəyirdim ki, Allah bir dənə Mikail Mirzə kimi bir dənə qəşəng şeir deyim, vətən şeiri. İstəyirdim ki, yox, Alim Qasımov kimi bir dənə vətənə aid bir muğam oxuyum. İstəyirdim ki, Məmməd Araz kimi bir dənə vətən haqqında şeir deyim. Da elə bildim ki, marşrutda o Viton içində belə oturmamışam. Elə bildim ki, 2 dənə o hündürlükdə səhnə var, oradan yuxarı, onun üstündən baxıram. Mərcanıdan keçəndən sonra, Mərcanın kəndlərinə baxa-baxa, buradakı ağaclar hanı, buradakı meşəlik hanı, buradakı evlər hanı? Bəli, Füzulinin içindən keçəndə mən doğan Hamısını elə bir torpaq udubmu, yoxdurmu? Gedib öz kəndimizə çatanda artıq büzüşüb olmuşdum bu boyda bir şey. Nə səsim çıxmırdı ki, şeir deyim, nə avazım gəlmirdi ki, oxuyum. İçimdə elə bir balacalaşıb, büzüşüb oldum bir yumaq kimi bir şey. Çox ağır təsir elədi. Gedib indi qardaşımın, ilk öncə getdim qardaşımın o toplu məzar olan yerinə, oranı baxmağa. Düşdüm torpağı necə yalayarlar, necə öpərlər. Necə dizin sürünərlər ki, torpaq mən sənə gəldim, torpaq mən səni gördüm. Sonra getdim kəndimizə, həmin yerdən kəndimizə qədər hardasa 2 kilometr yoldur. Oranı necə getmişəm, necə evimizi axtarmışam bilmirəm. Evimizin qabağından ora gedirəm, kənddə evimizi axtarıram. Sən o qədər belə bərbad günə qoyublar ki, kənar ağacları yox. Tutaq ki, bunu kəsdilər, apardılar. Bəs bunun kötüyü yaxanmır. Heç olmasa ağacın kötüyü qalar, kötüklər yoxdur. Kəndin evlərin içini yağmalayıb aparmışsınız. Bəs bunun yerdə qalan 2 mərtəbəli evimiz vardı, yarım mərtəbəsi qalmayıb. Nə olub bunu? Bir də evlərin içində bir əncir ağacı bitib, bir də dağdağan ağacı bitib orada. Qalan heç bir ağac yoxdur. Bu ağacları yer vudubmu, torpaq vudubmu, dağın meşələrində hanı? Dağda ağaclar, ardıclar vardı, onlar hanı? Torpaq vudubmu, bunu yandırıblarmı, bunun kötükləri hanı bəs? Mən o ictimai təşkilat yaradanda ən çox ona görə yaratdım ki, yenidən oralarda ağac əkmək, yaşıllaşdırma işlərini başlamaq. Sonra qəbirstanlıqların bərpası, şəhid qəbirlərinin bərpası. Məsələn, bizim qəbirstanlıqda 3 ya da 4 salamat qəbir qalıbdı. Biri ananın qəbri idi. 2 dənə də başqa dağın ucqar yerində olan qəbir idi. Onlar salamat qalıb. Məsələn, atamın, anasının, atasının qəbri ümumiyyətlə yoxdur. Yerində çala da yoxdur ki, biləsən ki, mən bilirdim ki, bura onların qəbridir. Ondan 50 metr o yana, 50 metr bu yana heç bir qəbriniz yoxdur. Nə ediblər, nə ediblər, heç olmasa qəbrin bir çalası qalar, çalası da yoxdur. Bütün hər şeyi elə bir ki, yaddaşı siliblər. Flora, fauna, mədəniyyət, tikililər. Qarabağda faşizm var. Bəli. Qarabağda vandalizm, soyqırımdır. Orada həm floranın, həm faunanın, həm insanların, həm evlər, yaşantı yoxdur. Yaşantının yer üzündən siliblər. Keçmişi, qəbirlərin silinməsi. Qəbirləri dağıtmaq nə deməkdir siz? Nə edəcəksiniz o qəbirləri dağıdıb? Qəbirlərdən nə istəyirsiniz? Bütün qəbirləri açıb için yoxlayıblar ki, burada qızıl varmı, qızıl diş varmı, yoxsa yox. Niyə belə edirsiniz ki? Tutaq ki, işğal elədiniz. İşğal eləyəndən sonra niyə gəlib yaşamadınız? Xaraba qoymaq üçün mü işğal elədiniz?
Mənim yaratdığım təşkilatın əsas önünə qoyduğu meyar odur ki, işğaldan azad olmuş ərazilərin yenidən bərpası. Əlimdən nə qədər gəlirsə, ömrüm nə qədərsə yenidən vətənə xidmət etmək üçün onu eləmişəm. Məsələn, bəzi ictimai birliklər var, başqa şeylər üçün. Amma mən yenə də özümə həsr elədim vətənə, vətənimin torpağını, onun azad olmuş vətənimin torpağını yenidən bərpası üçün, yenidən dirçəlməsi üçün, yenidən insanları ora qaytarmaq üçün, yenidən o flora fauna bərpa etmək üçün, əlimdən nə gəlirsə eləmək üçün ictimai birliyi yaratdım. İnşallah ki, uğurlu olar. İnanıram ki, siz əzimli, mərd, iradəli bir qadınsınız. İnanıram ki, bu işin də öhdəsindən uğurla gələcəksiniz və ən böyük arzum odur ki, Cəbrayılda sizin kənddə olun. İnşallah. Biz keçən illər biz orada Cəbrayılda olduq. Orada şəhidlərin abidəsinin açılışı oldu və biraz ağaclar əkmişik ora kəndimizə. Şəhidlər bağı salırıq. Sonra orada bulaq vardı. Bulağımızı biraz bərpa eləmişik. Belə-belə işlərimizdən başlamışıq. İnşallah ki, davamı da gələcək, davamı da olacaq. Bəli. Yurd bizim yurddur. Qoruduq. İndi də əkib becərməliyik. Səkinə xanım, maraqlı söhbət üçün sizə təşəkkür edirəm. Var olun. Mən sizə təşəkkür edirəm ki, o boyda yolu gəlmişsiniz. Məni dəvət etmişsiniz. Çox-çox təşəkkür edirəm sizə. Sizin də vətənlə üçün elədiyiniz, biz döyüşçü xanımlardan geri qalmayan o qədər sizin böyük nailiyyətiniz var ki, mən bunu sizdə də, sizsiz də hər yerdə deyirəm. Sizin o Tiqranizm Xocalıda, sonra İran Hizbullah Təşkilatında romanlarınızı oxuyan görər ki, sizin döyüşünüz, qələmlə döyüşünüz, bizim qılıncla döyüşümüzdən üstündür və irəlidir. Sizi də işlərinizdə böyük nailiyyətlər arzulayıram, uğurlar arzulayıram. İnanıram ki, bayaqdan siz qeyd etdinizə böyük bir roman yazılmalıdır. İnanıram ki, o romanın müəllifi Eluca Atalı olacaq. Bunu bilirəm ki, layiqincə bacaracaqsınız və ərsəyə gətirəcəksiniz. İnşallah ki, tezliklə də bu olacaq. Bunu görəcəyik. Eləyəcək. Hamısının öhdəsinə gələcəksən. İnşallah. Var.